Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızdan biri də Arazov Elçin Eldaroğludur. Şəhidimiz Arazov Elçin 8 avqust 2001-ci il Quba rayonunun Qırız kəndində anadan olmuşdur. Şəhidimizin ailə üzvləri 4 nəfərdən ibarət olub. Atası Eldar Hacıbəyli, anası Namazova Mahirə Məmmədşah qızı, bacısı Məlikova İradə Eldar qızı. Şəhidimiz orta məktəbi Xudat şəhəri 3 nömrəli saylı məktəbdə bitirmişdir. Elçin Arazov 2019-cu il oktyabrın 1-dən Azərbaycan Silahlı Qüvvələrinin sırasında müddəti hərbi xidmət qulluqçusu idi. Azərbaycan ordusunun əskəri olan Elçin Arazov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elçin Arazov 31 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Topqaraqoyunlu kənd istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15-12-ci ay 2020-ci il tarixli sərəncamına əsasən Elçin Arazov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif olunmuşdur. Azərbaycan ərazi işğalından azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Elçin Arazov ölümündən sonra cəsur döyüşçü medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi, şücaətini nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Elçin Arazov ölümündən sonra Suqovuşanın azad olunmasına görə medalı ilə təltif olundu. Elçin haqqında çox söz deyilir. Elçin qorxmaz, cəsur, mərd, igid bir oğul idi. Mehriban insan idi, gözəl insan idi. Ailəsinə qarşı səmimi idi. Azərbaycanın torpaqlarını, suverenliyi uğrunda şəhid oğullarımızdan biri olan Elçinin ruhu şad olsun.